Salam dostlar, kanala xoş gəlmisiniz. Bugün TED haqqında danışacağam. TED haqqında fikirlərimi və mühüm bu sahə haqqında təcrübələrimi, təcrübələrimi hamısını bölüşməsəm də az bir qismini, çünki hamısını bölüşə bilməm mümkün deyil, amma necə öyrənmək olar, öyrənmək istəyən hardan başlamalıdır, o haqqında danışacağam. Bu əslində bir çox, məsəl üçün, videolara baxanda ingiliscə və yaxud da ki, türkcə və yaxud da Azərbaycanca həmişə belə bir şey görürəm. Məsəl üçün, yəni hər hansısa bir qrafikdə fərqi yoxdur. Burada, yəni məsəl üçün belə açırlar Bitcoin-dir. Hə, indikatorlar əlavə elədik. Nə bilim, məsəl üçün də, yəni hə, buradan al, buradan sat, RSI bunu kəsəndə də buradan long giz, belə olanda bundan short giz. Bunlar əslində səhv deyil. Sadəcə olaraq səhv nədir? Yəni siz bu yolla keçmişə baxaraq və retest eləyərək, retest deyirlər o retest elə. O keçmiş olan bir şeyi retest eləməklə siz orada heç bir nəticə əldə edə bilməzsiniz. Yəni bu işi öyrənmənin bir dənə yolu var. O da çox sadədir. Necə ki siz maşın sürməyə necə deyim, öyrənmək istəyəndə öyrənsiniz. Birinci yola oturursunuz, nə bilim, qaza basırsınız, tormuzu basırsınız, kimsə sizə öyrədir. Və sonra ucuz bir maşın alıb, biraz pravadan sonra təbii ki, sonra yavaş-yavaş praktika eləyə-eləyə daha yaxşı sürə bilirsiniz. Hər şey avtomatlaşır, beyninizdə hər şey formalaşır. TED əslində bundan bir fərqi yoxdur. Siz TED-də TED elə-eləyə öyrənirsiniz. Sadəcə burada fərq ondadır ki, siz TED-i TED elə-elə öyrənsəz, pulunuzu itirə bilərsiniz. Amma burada belə bir şey var. Mən kripto ticarətdən danışıram burada. Üzr istəyirəm, amma nəsə. Belə bir nüans var. Kripto ticarətində siz 10 dollar, 5 dollar, 1 dollar, hətta 1 dollarla belə əməliyyat aça bilirsiniz. Yəni bunun belə bir belə plusları var. Hani ona görə də praktika eləyəndə heç birdən qorxmaq lazım deyil. Siz 1 dollar və yaxud da 10 dollar nə qədər imkan çatırsa depozit edib sadəcə öyrənmək məqsədi ilə bu pulla əməliyyat açacaqsınız və necə deyərlər, məsəl üçün deyək ki, sizin 1 dollar pulunuz var. Siz bu pulu çalışın, məsələn, bir ay ərzində 4 dollar, 5 dollar eləməyə çalışın. Əgər 1 dollar, 5 dollar eləyə bilirsinizsə, bu yəni avtomat olaraq 100 dollarda 500 dollar eləyə bilərsiniz məntiqlə gələn. O belə bir şey var. 1 dollar eləmək həmişə çox daha asan olacaq. Çünki burada emosiya olmayacaq. Pul böyüdükcə insanlar emosiya artır. Bu da başqa bir necə deyək, başqa cür bir beyin formalaşdırır insanda. Yəni çünki siz 10 dollar açdığınız həcmdən 1000 dollar açdığınız həcm arasında böyük bir emosional fərq olacaq. Amma bu da vaxtla öyrəşəcək bir şeydir. Yəni nəsə, məncə qısacası trade trade elə öyrənilir. Başqa bir yolu yoxdur. Yəni buradan qrafik açım, keçmişə baxım, test edeyim, texnik analiz öyrənim. Texnik analiz öyrənmək əlbəttə ki, lazımdır, amma bu texnik analiz şeye oxşuyur. Yəni mən sizə deyəcəm ki, qaz var, mufta var, şey, toymuz var, skors 1 atın, 2 atın, 3 atın. Və mən sizə hard praktik bir maşın sürmə bu formada öyrətsəm də, siz onu özünüz sürməsəz heç vaxt maşın sürmə öyrənə bilməzsiniz. TED də beləsinədir. Siz özünüz TED eləməsəz heç vaxt TED eləməyi öyrənə bilməyəcəksiniz. Yəni bu çox çətin məsələdir. Nəsə, videonu çox uzatmayım. Qısacası mənim məsləhətim, əgər trade eləmək, öyrənmək istəyirsinizsə, trade elə öyrənin. Amma burada bir dənə nüans var. Dediyim kimi, çox az bir məbləğ yatırın. 1 dollar, 5 dollar, 10 dollarsa heç bir necə deyirlər, mənfi təsir olmayacaq belə bir məbləğlə. Ondan sonra başlayın. Yavaş-yavaş trade eləyin. Öz analizlərinizi eləyin. Nə bilim, nə öyrənirsinizsə. İnşallah mən bu kanala yavaş-yavaş dərs dərslik kimi videolar yükləyəcəm. Siz onlara baxarsınız və yaxud da başqa yerdən öyrəndiyiniz, öz bildiyiniz, praktik verdiyiniz texnik analizlərlə, hər nə öyrənmişsinizsə ondan yəni məşq edib özünüzü yoxlaya bilərsiniz. Həqiqətən siz trade edə bilirsiniz, yoxsa yox. Nəsə, videom bu qədər. Özünüzə yaxşı baxın. Hələlik gələn videoda görüşək.